Beyin hüceyrələri arasında əlaqəni pozan, nəticə itibarilə ilk növbədə yaddaşın zədələnməsinə səbəb olan bir maddədir. Bəzi qidalar var ki, onları bizim mütəmadi qəbul etməyimiz yaddaşı gücləndirir. Bu qidalardan birincisi qeyd etmək istəyirəm lifli qidalar. Yəni göyərti, brokoli, ispanaq, kahı kimi göyərtilər daxildir bura. Bunların tərkibində folat, B12, K vitamini var, hansı ki, beyində yaddaşla əlaqədar bölgələri daha yaxşı işləməyə təmin edir. Bundan əlavə ikincisi yağlı balıqlar qeyd etmək istəyirəm. Yağlı balıqlardan xüsusilə salmon və sardin vacibdir. Bunların tərkibində omega 3 yağ asidləri sayəsində beta amiloid səviyyəsi aşağı düşür. Beta amiloid isə bilirsiniz, Alzheimer xəstəliyində beyində patoloji səviyyədə artan və beyin hüceyrələri arasında əlaqəni pozan, nəticə itibarilə ilk növbədə yaddaşın zədələnməsinə səbəb olan bir maddədir. Bunu qanda azaldır. Üçüncü növbədə gilə meyvələri qeyd edəcəm. Gilə meyvələr xüsusilə qaragilə, böyürtkən, çiyələk kimi bunların mütəmadi qəbul edilməsi tərkibində olan yüksək antioksidan sayəsində yaddaşı gücləndirir. Eyni zamanda antiinflamator təsiri də var. Xərçəng xəstəliyindən qoruyucudur, immun sistemimizi də gücləndirə bilir. Dördüncüsü çay və kofe. Çay və kofenin tərkibində kofein olması bizim zehnimizi, yaddaşımızı gücləndirməyə gətirib çıxara bilir. Amma bunun da nə zaman və nə qədər qəbul edilməsi olduqca önəmlidir. Beşinci, qoz çərəzi haqqında məlumat verim sizə. Gün ərzində 2-3 ədəd qəbul edilməsi olduqca faydalıdır. Omega 3 ilə olan alfa-likoik asid səviyyəsi ilə zəngindir və bizim yaddaş funksiyalarını gücləndirir.